Dostlar, hər vaxtınız xeyir olsun. İndi baxıram əsasən də ki, bu TikTokda və xəbər portallarında Azərbaycanlılar Rusiyadan deportasiya başlayıb, nə bilim nə. Xəbərə qulaq asıram. Novosibirsk şəhərində misal üçün 90 nəfər deportasiya olunub. İçində 40 neçə nəfər Qazaxstanlıdır, başqa ölkə vətəndaşlarıdır və içində 9 nəfər Azərbaycanlıdır. Qanunsuz müddətdən artıq qalıblar. Mən başa düşmədim. Benim qardaş dediğin Türkiye'de qanunsuz yaşasın. Sənə deyəcəklə qardaş ölkəsinin ürəyin nə istəyir burada elə? Ya da gedib Gürcüstanda ya da ki nə bilim başqa bir ölkələrdə. Qanun hamı üçün qanundur. Bizim ölkəmizdə hansısa bir xarici vətəndaş gəlib istədiyi qədər qanunsuz yaşaya bilər? Yox. Ona görə bu nə təşvişliyi yayırlar bütün günü və 2 dəqiqədən bir. Düz deyim, mənim Rusiya ilə heç bir əlaqəm yoxdur, amma bu Rusiyanı 2 dəqiqədən bir bizə düşman göstərmək, Rusiyaya gedən insanları təşvişə salmaq, orada yaşayanları Ruslarla üzgöz eləmək nə qədər düzgündür? Yəni qanun, hər ölkənin öz qanunu var da. Bizim Azərbaycanda miqrasiyada icazə verirlər. Təyyarədən düşəndə deyirlər ki 15 gün içində qeydiyyatdan keçməlisən. Yəni bu nə deməkdir? Yəni bu məqsəd nədir? Burada Azərbaycanlıların kütləvi deportasiyası başladı. Yəni 7 nəfər 3 milyona yaxın Azərbaycanlının içində nə boyda deportasiya sayılır? Məncə belə şeylərə saytlar da diqqət eləməlidirlər. Öz mənafelərinə, xəbər nə var oxunsun deyə ağzından gələni yazırlar, danışırlar. 7 nəfər deportasiya yox, lap istəyir 70 nəfər olsun. Qanun pozmasınlar, olmasınlar. Bu qədər müğənnilər hər gün gedirlər Moskvaya, gündə gedir, qayıdır. Heç bunları deportasiya edən yoxdur. Yəni lazım deyil, insanlara bu negativi ötürmək, bu qədər təşvişə salmaq nəyə lazımdır ki məncə?